Deputat adamın qızı bu dəqiqə çöllərdədir. Yəni hər kəs bilsin ki, onun nəvələri çöllərdədir. Tam dedi ki, sən mənə şər böhtan atmısan. O deyir ki, sabahları səhər tezdən mən polisə şikayət edəcəm. Sabah cinayət işi açılsın, səni tutturacam. Atam zəng elədi anama ki, gəl qızıvı apar, ya da onu kəndə göndərəcəm. Burada onu ögey anası zəhərləyər, başına iş gətirər. Milli Məclisin deputatı Elman Nəsirovun ilk nigahından, yəni ilk rəsmi nigahından olan evladıyam. Tək yeganə evladıyam. Milli Məclisin deputatı, siyasi elmlər doktoru Professor Elman Nəsirovun ilk nigahından olan qızı Laləzar Əliyeva. Nəsirova sosial şəbəkələrdə çıxış edərək atasından gileylənib. O 4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb. Bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib. Mən Nəsirova Laləzar Elman qızı, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nigahından, yəni ilk rəsmi nigahından olan evladıyam. Tək yeganə evladıyam. Mən, atam və anam, mənim 4 yaşım tamam olmamış. Onlar rəsmi şəkildə ayrılmışdılar. Mən anamın himayəsinə verilmişəm. Mən heç vaxtı yəni öz kimliyimi hər zaman gizlətmişəm, belə videolar çıxış etməmişəm. Həmişə çalışmışam ki, atamın işinə, iş nüfuzuna heç bir zərər, ziyan toxunmasın. Və hər dəfə mən onun tərəfini saxlamışam, müdafiə eləmişəm. Öz ailəmdə, qurduğum ailədə dəfələrlə o təhqir olunub, dəfələrlə mən alçaldılmışam. Amma hər zaman mübarizə aparmışam ki, mənim atama söz deyilməsin. Buna Allah şahiddir ki, mən hər zaman onun tərəfini tutmuşam. Baxın, bunu görsədim, oxuyun. Mən ailə qurduğum üçün Əliyevadır. Başqa sənədləri göstərərəm. Nəsirova Əliyeva Laləzar Elman qızı. Mən birazdan atamla anamın toy şəkillərini paylaşacağam. Qoy sübut olsun hər kəsə. Mən ailə qurmuşam. Atam mənimlə heç zaman maraqlanmayıb. Nə yemişəm, nə içmişəm. Heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub. Heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ. Həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdi. Heç vaxt məndən görüşməyibdi. O öz evini, hal-hazırdakı onun yaşadığı evi, mən ilk dəfə 9 yaşımda mamam çox ağlayırdım, atamı istəyirəm. Məni mamam göndərdi atamgilə, o vaxt Xalqlar Dostluğunda qalırdı. Ailə qurmuşdu, yəni ögey anam məni saldı çölə, 9 yaşım. Dedi ki, ya bu çıxıb getməlidir, ay Elman, mənim atama, ya da mən səndən boşanıram. Üzr istəyirəm, o da o vaxtda ikinci övladına, bətnində övladı var idi, yəni hamilə idi. Məni atam zəng elədi anama ki, gəl qızıvı apar, ya da onu kəndə göndərəcəm. Burada onu ögey anası zəhərləyər, başına iş gətirər. Bax belə, yəni ondan sonra da atam ev telefonunu, atam adresini məndən gizlədir. Deputat adamın qızı bu dəqiqə çöllərdədir. Yəni hər kəs bilsin ki, onun nəvələri çöllərdədir. O istəsə, onun hər cür şəraiti var, hər cür vəzifəsi var. O istəsə, mənim istədiyim odur ki, mənim evim 3 ilə 5 il ərzində tikilib təhvil veriləcək. O müddətə kimi mən onun bunun qapısında qalmayım. Mənə müvəqqəti, əslində mənə ev də düşür, ayrılandan sonra ev verməyib mənə. Amma mənə müvəqqəti yaşamaq üçün bir köməklik eləsin. Mən haradasa ev tikilənə kimi gedim orada qalım ailəmlə, yoldaşımla, uşaqlarımla. Əgər yoldaşım məndən yaşamaq gəlmək istəsə, onda anası rəhmətə gedib, bayaq dedim kimi qaynanam, baldızım ərdədir, tək övladdır. Deyir, mən atam da bu vəziyyətdə onu tək qoyub gedə bilmərəm. Amma mən neyiniyim, məni çölə salır, mən uşaqlarımı düşünüm. Neyiniyim, mən bilmirəm. Siz mənim yerim olsanız neyniyərdiniz? Mən bundan istəyirəm ki, atamdan, o mənə şərait qursun, o mənə müvəqqəti qalmağım üçün, ev vermirsə, müvəqqəti qalmağım üçün mənə bir yer versin ki, mən gedib polisə, ora-bura niyə yerləşməliyəm? Mənə deyirlər ki, sığınacağa yerləş. Mənim belə bir atam olar. Niyə onun uşaqları xaricdə, orada-burada, kefdə, evləri, şəraitləri, yaşayışları, kefləri, mən amma çöllərdəyəm. Mən indi gedəcəm, nənəmlə qalacam daim gündə, ha vaxta qədər. Yoldaşım deyir ki, gəl evə, atam içib sakit deyib, gedirəm evə, girirəm qaynatam ələ salır ki, sən yenə gəlmirsən, sən nə üzlə gəlmirsən, nə sifətlə gəlmirsən, çıx rədd ol, get bu evdən. Sosial mediada video paylaşan Laləzar Əliyevanın iddiaları əsasında Elman Nəsirovla əlaqə saxlanılıb.
Elman Nəsirov bildirib ki, mövzu ilə bağlı açıqlamaya ehtiyac yoxdur, çünki həmin insanlarla heç bir tanışlığı yoxdur. Bu mənə qarşı planlanmış bir oyundur. Orada deyilən ifadələr mənasız və əsassızdır. Bunu mənim fəal mövqeyimə ləkə salmaq üçün edirlər. Onu edənlər o qədər acizdirlər ki, günahsız, ruhi xəstə olan qadını buna sövq edirlər deyə deputat vurğulayıb. Deputatın bu açıqlamasından sonra Elman Nəsirovun qızı Laləzar Nəsirova növbəti videolarını sosial şəbəkələrdə paylaşaraq anası və atasının toy şəkillərini də bölüşüb. Heç bir şərh vermədən söz gedən videonu diqqətinizə çatdırırıq. Xeyir olsun. Mən sizinlə bir video da paylaşmaq istəyirəm. Üzrlü hesab eləyin, üzümün görünməyini istəmədim müəyyən səbəblərə görə. Mənim qapıma polis gəldi. Mənə bildirdi ki, sən videonu sil, çünki o toxunulmazdır. Sən videonu paylaşsan, sən məsuliyyətə cəlb olunacaqsan. Mən onlara başa saldım. Onlar dedilər ki, düzdür, biz başa düşürük. Yoldaşımı tənbih elədilər ki, ailəvi uşağı ortalığa qoyma, get kiraya çıx. Mən bir məsələyə toxunmaq istəyirəm ki, mən indi atama da bildirdilər. Bütün bibilərim, hər kəs mənə yazdı, heç kimi səhvini boynuna almadı. Mənim istədiyim nədir ki, mənim istədiyim odur ki, mən onun bunun qapısında qalmışam, mənim cehizim, mebelim, mənim bütün əşyalarım orada. Mən hal-hazırda dayımın evində çətinlik çəkirəm. Dayım da bu qış gələsidir. Bu qış gələsidir, bilmirəm ha vaxt gələcək. Onun da övladları böyükdür, 2 oğlu var, ailəsi var, mən necə onunla qalım? Ona görə xahiş edirəm, videonu sildirdilər, mən yenidən paylaşdım, xahiş edirəm, məni həbsindən qorxudurlar. Mənim 1 yaş, 11 ay, bir də oğlum var, balaca, 4 yaş təzə tamam olubdur. Xahiş edirəm, maksimum dərəcədə bütün xəbər saytları, hər kəs mənim paylaşdığım videoları paylaşsın. Maksimum dərəcədə mənə dəstək olun. Mən xalqımdan kömək istəyirəm, yardım istəyirəm. İndiyə kimi mən belə videolar paylaşmamışam. Söhbət amma mənim övladlarımdan gedirsə, mən vallah sakit dura bilmirəm. Çünki onlar körpə uşaqlardır. Onların da atıya, ailəyə ehtiyacı var. Mən özüm atasız böyümüşəm. 3 yaş yarımlığımda atasız böyümüşəm. Amma mən istəmirəm onlar da bu əziyyət çəksin. Mən istəmirəm ailəm dağılsın, hər şey pis olsun. Mən maksimum dərəcə istəyirəm ailəmi qoruyum övladlarıma görə. Sırf övladlarıma görə. Yoxsa mən orada heç kimdən özümə qarşı bir hörmət görməmişəm. Qoy hər kəs bilsin ki, mənim atam məni tək qoyubdur. Məni internetdə öz şəxsi Wikipediyasında ora baxın, 3 övladı olduğunu yazıb. Sanki mən onun övladı deyiləm. Mən onun rəsmi, ilk ailəsindən olan övladıyam. Mən onun qanını daşıyıram. O mənim anamla, atamla onların toyuna, nəyə görə bunu deyirəm? Yəni mən onun leyva şəxsi uşağı deyiləm. Mən onun rəsmi övladıyam. O niyə 4 övlad yazdırmayıb məni danır? Niyə mənim bu məsələmdə köməklik eləmir? Siz mənim yerimə olsaydınız, nəyə deyərdiniz? Anam gələ şərait yoxdur, anam özü tək qalır. Balaca bir evdir, orada nə yorğan döşək yoxdur, nə kravat yoxdur, balaca divandır. Anam ora güclə yerləşir, yatır. İşləmir. Şirkətdən gələn pulla dolanır. Şirkət də Sipark şirkətidir. İnternetə baxsaz görəcəksiniz, Sipark. Bəziləri yazır ki, bibim yazıb ki, sənin evin var, sən niyə atandan pul istəyirsən? Atan sənə 18 aliment ödəyib. Atam mənim alimentini kəsib ödəyib, çox işlətdiyi yeri gizlədərək ödəyib. O daha artıq verə bilərdi, amma gizlədirdi işlədiyi yerləri. Sonradan biz oxuduq, Wikipediyasında gördük. Atam zəng elədi yoldaşıma, yoldaşım bizə gəlmişdi. Telefonu mənə verdi ki, atamla danış. Atam dedi ki, sən mənə şərbətdən atmısan, sən məni xalqa başqa tərəfdən tanıtmısan, mənə təhqir eləmişsən. Amma mən orada heç bir təhqir eləməmişəm. Heç bir söyüş, təhqir, şantaj, böhtan və əziz xalqım, özünüz görürsünüz. Mən orada heç bir şey böhtan etməmişəm. O deyir ki, sabahları səhər tezdən mən polisə şikayət edəcəm. Sabah cinayət işi açılsın, səni tutturacam. Mən ondan gözləyirdim, desin ki, qızım, üzrlü say, mən indi kimi sənə maraqlanmamışam. Sən bu həddə çatmısan. Sən sırası belə video paylaşmamısan ki, mən səni atdım bloka, saymadım, narahat olma. Mən sənə qalmağa yer verərəm, şərait düzəldərəm. Gəl bizdə qal. O öz adresini də məndən gizlədir. O öz ünvanını da. Mən şəxsən əgər bilənlər varsa onun adresini bilmək istəyərəm.
O bir söz var, ata ocağı, ata evi. Mən ata evim 26 ildir bilməmişəm haradır. Bibilərim də qeyd edir ki, mən göy yalan danışıram, səhv eləyirəm. Qardaşları da, qardaşı da tərəfini saxlayacaq. Amma mən hal-hazırda yoldaşım da qaynatamı yoldaşıma öz oğlunu salıb çölə ki, belə məlumat paylaşılıb deyə. Çox xahiş edirəm ki, məni şantaj edirlər ki, sabah həbs eləyəcəklər, ki, məni tutacaqlar. Hər kəs bunu paylaşsın, xalqımdan, xalqımın məmurlarından, böyüklərdən yardım istəyirəm, kömək istəyirəm. Hal-hazırda çox narahatçılıq içindəyəm. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.